söhbəti əsərini səhnələşdirmişəm. Bahar fəsli idi. Göllər, çəmənlər, yaşıl döndürülmüşdü. Qış yuxusundan yenicə ayrılmış bitkilərə ayağını bir rəngi salırdı. Təbiətin belə gözəl halında bağa bir alim girdi. Alim bitkilərin dilini bilirdi. O, meyvələrin öz-özünə fəxr edib öyrəndiyini gördü. Alça deyirdi: Dünyada mənim kimi gözəl meyvə yoxdur. Qızdırma xəstəliyinin şəfasıyam, baş ağrısının dərmanıyam. Sən utanmırsan ki, özünlə fəxr edirsən. Qırşılıqdan dişləri qamaşdırırsan. Səni ya əzgin olar, ya da ifrit. Mənim isadımı cavalı qoyublar. 100 min tərəfə saçılan budaqlarım var. Dür kimi saf, gah yaşıl, gah qırmızı, gah da zərfəran rəngini çalan meyvələrim var. Anlamaz. Heç xəcalət çəkirsən. Səni yiyən bal yeməlidir ki, həzm olursun. Heç də. Mənim bu gözəl paltarımdan heç bir meyvə də yoxdur. Dənələrim ulduzlara bənzəyir. Yunus Qudrov, sən qarğaların gibi olmaqla fəxr edirsən? Hə, sən su və sümükdən ibarətsən də. Mənim adımı isə ərik qoyublar. Gah zümrüd kimi yaşıl, gah da sarı oluram. Qurudulmuş meyvələrim dünyanın bütün ölkələrində satılır. Hər yeməyin ləzzətiyəm. Qarnıvan əmri, sənin paltarın tozludur. Mənim? Torpaq dadı verirsən. Mənim adımı isə alma qoyublar. Üzüm al qırmızıdır. Məclisdə məni qoyub digər meyvələrə heç kəs əvrilmez. Yara qarışdıran alma, yaxşı olsaydı adını alma yox, al olardı. Adını armud qoyublar, həm kəsə şəfaya. Ey qurtar rəqsənlər, səhvinin başı gəlmiş, əvvəl özlərini sanır. Mənim adımı üzüm qoyublar, məndən kişmiş hazırlayırlar. Sirkə də məndən olur, halvada, şərab da, hamının əziziyəm. Ağzını yum, dilimdən olur. Bütün dörd qanatı mənim meyvələrimin əti bilir. Dad desəm məndə, ləzzət desəm məndə. Ay yazmır, utanmırsan belə sözlər danışsan? Nə deyirsən? Özündən xəbərin yox. Adlığından rəngin saralır. Hamı sana ilişqənd edir, sən isə özünü tərif edirsən. Qarnın qurda dolub, bədənin qurdlara məscə olur. Mənim isadımı narınc qoyublar. Məni elə paltar geyindiriblər ki, həmişə öz paltarımla fəxr edir. Nə danışıqlı belə? Rəngə qalsan mənim paltarımdan, çiçəyimdən, gözəl rəng yoxdur. Narınc nökəri. Mənim nökər? Alma və heyvan mənim qulluqçularım. Nə? Qulluqçu? Az təriflə özünü. Mən hamıdan məşhuram. Hamı məni sevir. Bundan sonra başqa meyvələr özündən əfsanələr danışırdı. Meyvələrin öz-özünə fəxr edib ölmələri alimi çox təəssüf edirdi. Bu olmalıdır, nəyə lazımdır? Hamı bilir ki, hər meyvənin özünə məxsusdadır. Xoş ətri, buraya açan rəngi var. Mən heç nə başa düşə bilmirəm. Canlıların yaşaması və qidalanması üçün meyvələr çox qiymətlidir. Ancaq hər birinin öz yeri var. Ona görə də heç bir meyvə mən digərlərindən daha üstünəmzəyə lovğalana bilməz. Uşaqlar, bununla da Məhəmməd Füzulinin Meyvələrin Söhbəti əsəri başa çatır. Sağ olun.